Salam, hər vaxtınız xeyir. Hər birinizi xoş gördük. Bu gün mən Siqnal İctimai Nəzarət Təşkilatının Sabay rayonunun 20-ci sahə arasında yerləşən Ömər Fərid Nemanzadə küçəsində olan ofisinə gəlmişəm. Elə istəyərdim ki, ofisin təsisçisi və rəhbəri Sevinç xanım özündən bu ofislə bağlı xeyir dualaq sözünü eşidək. Buyurun Sevinç xanım. Siz de hoş gelmişsiniz. Demək olar ki, ofisimiz hal-hazırda bir təxminən 3 saatdır rahat oturmuşuq. İnşallah arzulayıram ki, xeyri və uğurlu olsun hər birimiz üçün. Dövlətimizə, vətənimizə, xalqımıza qərəzsiz xidmət eləməyi hər bir sədrlərimizə arzulayıram. Arzu edirəm ki, irəlidə gedən təşkilatlardan biri olaq. Hər birinizi bir olmağa, bərabər olmağa çağırıram. Sağ olun, çox sağ olun. Təbriklər. Təşkilatın bir sədri kimdə istəyərdim ki, ziyafət müəllim, sizin də xeyirliyinizə işləyək, sözlərinizə işləyək. Mən də öz növbəmdə gələn xanımlara, bəylərə xoş gəldin deyirəm. Bizim bu təşkilatımız inşallah uğurlu olsun, qədəmləri mübarək olsun, xalqımıza, elimizə ruzi bərəkət gətirsin inşallah. Cənab Prezidentin çağırışına çağırılmış Siqnal İctimai Nəzarət Təşkilatı günü-gündən pöhrələndiyi kimi, günü-gündən də sədası Respublikadan kənarlara yayılmasını arzu edirəm. Hamınız xoş gəlmişsiniz. Sağ olun. Çox sağ olun. Sağ ol. Abdullah müəllim buyurun. Abdullah müəllim də uğurlar arzu edir hamımıza. Yəni biz uzun müddətdir bir yerdik və yeni bu təşkilatda inşallah uğurlarımız bol olsun. Sevinç xanım, Ziyafət müəllim, təbrik edirəm. Çox sağ olun. İnşallah həqiqətən bu kasıb otaqda mı deyək, inşallah gələcəkdə uğurlarımız bol olacaq və bu otağımız daha da gözəl inşallah bizim təşkilat üzvlərimiz və pöhrələnəcək bütün Respublika üzrə tanınmış təşkilatlardan biri olacaq. İnşallah. Olun, sağ olun. İnşallah. Siz nə sözlər bilirsiniz? Əvvəla siz də xoş gəlmişsiniz bizim bu ofisə. Mən də həmkarlarım kimi uğurlar arzulayıram bizim bu işimizdə, xalqımıza, millətimizə, dövlətimizə, təmənnasız etdiyimiz xidmətimizə görə belə deyərəm ki, fəxr edirik biz bu işimizlə. Biz də vətənimizi, dövlətimizi, dövlət başçımızı tərəfindəyik və alqışlayırıq. Özümüzə də həmçinin uğurlar arzulayırıq. Sağ olun, Amin, sağ olun, amin. sağ Çok olun, sağ olun, çok sağ olun. Uğurlar arzu edirəm. Siz də sağ olun. Çox sağ olun Elşad müəllim. Siz də bizim bu təşkilatın onurğa sütunu deyərdim olan mətbuatın rəhbərisiniz. Ümumi Respublika İctimai Nəzarət Təşkilatının mətbuat katibisisiniz. Sizin üzərinizə çox böyük vəzifə düşür, çox böyük məsuliyyət düşür. Mən də istəyərdim ki, bu çəkilişlər tam senzuradan keçsin, qərəzsiz şəkildə xalqa, millətə çatdırılsın. Hər birimiz əlimizdən gələni əsirgəməyək. Həqiqətən də fəxr eləməli bir işdir ki, bu. Təmənnasız olaraq biz xalqımıza xidmət edirik. Tam təmənnasız, könüllü. Bundan ayanası yoxdur. Hər birimizə uğurlu və xeyirli olsun. Sağ olun, çox sağ olun. Uğurlar arzu edirəm. Sağ olun.